Abbas Mirzə Şərifzadə alçaq İran cəsusu, vətən xaini və xalq düşməni kimi həbs edilib. Bəli. İran konsulu ilə hansı gizli cinayətkar əlaqələriniz olub? Hə? Ondan hansı təlimatlar almışsınız? Mənim İran konsulu ilə heç bir əlaqəm yoxdur. Səmimi deyilsiniz. Naha bizdən gizlədirsiniz. Biz onsuz da hər şeyi bilirik. Bu adamı tanıyırsınız? Tanıyırım. Bizim tiyatrın aktörlerindendir. Bu adamı tanıyırsan? Əlbəttə. Abbas Mirzə Şərifzadə. Onun İran konsulu ilə əlaqələri haqqında nə deyə bilərsən? Abbas Mirzənin İran konsulu ilə yaxın dostluq əlaqəsi vardı. Tez-tez görüşürdülər. Yalandır. Şahidin sözünü kəsməyin. Davam edin. 1936-cı ilin dekabr ayında məndən xahiş elədi ki, Ruhullah Axundovun ifşa olunmuş qatı xalq düşməni Ruhullah Axundovun Türkçə lüğətini tapıb İran səfirinə çatdırım. Bunun müqabilində mənə Abbas Mirzə qiymətli hədiyyələr verdi. Mənə başqa tapşırıqlar da verirdi. Yalandır. Sus! Elə eləmə ki, mən səndən başqa cür danışım. Sən gedə bilərsən. Bura sənin tiyatrın deyil ki, qızlar başıma gül çiçək səpsin. İrana qaçmış qardaşın Qulam Rıza ilə nə əlaqələrin var? Heç bir əlaqəm yoxdur. Bu məktubu qardaşından almamısan? Hə? Ondan almışam. Deyirsən bəs heç bir əlaqəm yoxdur. Nə təklif edirdin məktubda sənə? Məktub gəlinizdə də oxuya bilərsiniz. Məni hövsələdən çıxarma. Nə təklif edirdi məktubda? Məni İrana dəvət eləyirdi. Niyə? Orada yaşamağa. Bəyəm sənin burada nə yəski idi ki? Hətta sənə, xalq düşməninə, özün kimi xalq düşmənləri xalq artisti adı da vermişdilər. İranda sənin nə itirazmışdı ki? Mən ki getmədim. Gedə də bilməzdin. Amma sən burada qalıb, Əks İnqilabçı Təşkilatın üzvləri ilə görüşməyə başladın. Yaxşısı bu da özün boynuma al. Kimlər idi o təşkilatın üzvləri? Mən heç bir əks inqilabı təşkilatın üzvünü tanımıram. Mən dedim ki, məni hövsələdən çıxarma. Dedim. Varırsan ki, ben öğreneceğim. Azerbaycan dilini Osmanlılaştırarak genç artistleri düşman çölüş faaliyetine. Gel siz.